bir Azərbaycanlı insanın çox xəstəliklərinin səbəbi elə bizim yediyimiz qeyri-düzgün çörəklərimizdir. Birinci buradan başlayaq. Halbuki digər qidalarda da, məsələn, yağlarımızda da bu var. Artıq qida terroru deyə bir zəncir var, təəssüf ki. Artıq diyeta sözü altında dietik qida deyilən belə bəzən kökəldən də odur. Çox səhvlər var, yəni marketlərdə diabetik şöbə, dietik şöbə yazılıb, amma oradakı qidaların tərifini mən şəxsən özüm heç nə qədər tərəddüd edərəm, birini də almıram. Birincisi orada... Və bahalıdır ya, həm də çox bahalıdır. Bəli, yaxınlarda da belə bir müsahibəni almışlar. Dedim ki, yəni bahalı qiyməti sadəcə arıqlama və diyeta sözü varsa ona görə, yəni su istifadə olunur. Qısa zaman kəsiyində çox böyük temperaturda bişirilmən çörəklərdə akrimali maddəsi əmələ gəlir ki, bu da çox kanserogen təsirə malikdir, çox ciddi, belə zəhər deyəyin də, çox ciddi toksindir və bu çörəklərimizin nə təəssüf ki, tərkibində əmələ gəlir. Hətta doğru undan hazırlansaq əmələ gəlir. Mən az öncə sayırdım, birincisi doğru unu tapmaq çətindir, ikincisi doğru un düzgün saxlanılır. Üçüncüsü bunu eləyəndən sonra çörəyin düzgün bişirilməməlidir. Dördüncü bişirildi mi hələ o düzgün saxlanılmamalısıdır. Bir çox xroniki xəstəliklərdən bilavasitə səbəbkar olan bu qeyri-düzgün çörəklərimiz əksinə doğru olarsa bizi şəkərli diabet, autoimmun xəstəliklər, autoimmun xəstəliklərinə də ağır toksin yükü də səbəb olur ki, toksini bizə öz çörəyimiz verir. Yəni bunlar olmazsa əksinə müalicəsində yardımçıdır. Müalicə edirik, doğru çörək yeyin deyirik, amma səhv çörək olanda mənzərə dəyişir. İnsanlara necə deyərəm ki, necə seçin? Baxın, mən özüm bu üsulla hiss edirəm. Demək, doğru çörək, rənginə qətiyyən baxmırsınız. Ağ çörəklərdə o buxanka kimi onlar birbaşa xəstəlikdir, onlardan əl çəkirsiniz. Bunun ortasında bir qızıl ortalığı tapmalıyıq, necə deyərlər. Artıq çox qaralarda problemlidir. O qədər qatıb kofenin dozasını artırıblar. Çaşıblar, çox vurublar, qapqara olub. Onun da adını başqa qoyurlar. Biraz sizlə baş verir. Seçməliyik. Biraz boz rəngində qoxulayın. Heç bir yad qoxu gəlmirsə, bir də ki, siz əlavə aromatizasiya da baş verir, o akrimali maddəsi əmələ gələndə. Həddən artıq qoxu gələndə də o da şübhədir, o da pisdir. Yəni, neytral olmalıdır. Üçüncüsü, orta ağırlıqda olmalıdır. Nə çox yumuşaq çörəklər deyil, nə də çox daş kimi ağır var, o baradin çörək, nə də o deyil. Bunun qızıl ortalığı budur. Üçüncüsü, üzərini mütləq oxuyun. Un, duz, su. Bu qədər, bəsit yəni. Bitdi. Maya az da olsa yazıla bilər.